Azərbaycan televiziyasının enerji bloku partladılmışdı. Azərbaycan Film Kinostudiyası 5 qrupa ayrılaraq, Ramiz Fətəliyevin başçılığı ilə 5 qrupa ayrılaraq bir yəni çəkiliş dəstələri biz düzənləmişdik. Və bizim dəstəyə bir Estoniyadan bir nümayəndə də var idi. Teymur bəy onu keçən dəfə də qeyd elədi. O həmin adam indi bu gün Estoniya televiziyasının sədridir məncə. Aynar isimli. Və o da bizlə bir yerdə idi. 19 yanvarda deməli 5 qrupa ayrıldıq biz. Mən yəni qısa danışacağam. 19 yanvarda biz axşam hər qrup biz yəni əsasən gözləyirdik ki, Qurd qapısı tərəfdən gələn qoşunları bir çəkək və prezident aparatında ən mühüm toçka olan prezident aparatının qarşısında orada bir gözəl bir bina var, Filarmoniyanın üzbəyiz. O binanın ən son deməli mərtəbəsində biz dayanmışıq və mən hər il 10-20 yanvarda ora gedib gül qoyurdum. Həmişə çünki o gün mənim yenidən anadan olan günümdür. Orada deməli biz çəkiliş eləyirdik və güllə atmağa başladılar. Gecə ilə güllə atmağa başladılar və biz oradan düşüb prezident aparatının arxası ilə maşınlara minib Ramiz Rövşənin o vaxtı Azərbaycan Film Kinostudiyasının baş redaktoru Ramiz Rövşənin şoferinin idarə etdiyi, yəni Rızakin idarə etdiyi maşına mindik. Həmin vaxtı biz deməli prezident aparatı ilə Nazirlər Kabinetinin yanındakı o parkda maşını durdurdular. Qaz 24 maşını durdurdular və əskərlər, həmin vaxtı mən əskərlərin üzünü gördüm. Əskərlər çəpəki olaraq, belə çəpəki olaraq, diagonal olaraq gəldilər bizə və maşını 4 yerə ayrıldılar. 4 yerdə, yəni 4 tərəfimizi bizim bağladılar. Avtomatları çıxartdılar və dedilər bizə çıxın maşından. Biz maşından çıxdıq və Ruki Storunu, yəni əllərimiz yəni yana. Biz əllərimiz yana uzandıq və İsa Peyğəmbər kimi. Hər kəs biz düz uzandıq, amma o həmin operator, o deməli dediyim Estoniya operatoru belə uzandı. Onun da balaca bir kamerası var idi. O vaxtda Hi8 kameralar. Onların hər birinin sifətini çəkirdi. Həmin vaxtı gecə ilə BBC bizi göstərdi. Necə aparmışdılar, nə cür eləmişlər, onu mən deyə bilmərəm ona. Sən demə o adam həm də BBC-nin operatoru idi. Nəysə, mən orada dedilər ki, bizə siz nə üçün çəkirsiniz, nədir sizdə? Ramiz Fətəliyev bizə demişdi ki, əgər sizi kimsə saxlasa, deyin ki, Sluji Sovetskimi Soyuza verilişi var idi o vaxtı. Yəni, Sovet İttifaqına xidmət edirəm. Verilişi vardı, hərbi proqram vardı, onun üçün çəkirik. Mən də onlara dedim ki, biz Sluji Sovetskimi Soyuza verilişinə, yəni proqramı üçün çəkirik və bizi oradan buraxdılar. Sanayanski kazanmanın yanında gülləni atdılar, yəni şeylərdən, yəni hər kəs pərən oldu bizdə və biz hərəmiz bir yerdə gizləndik. Həmin vaxtı mənim ayağıma da bir qarpa dəydi və mən o vaxtı başladım şeir demə, özümdən asılı olmuram. Millət yoludur, o gün, o vaxtı çox belə məşhur bir şeir vardı. Millət yoludur, haqq yoludur, tutduğumuz yol, var ol, yaşa ey sevgili millət. Tofiq Bikədin şeiri, var ol, yaşa ey sevgili millət, yaşa var ol. Bunu deyəndə dedilər ki, həmin mənə dedilər ki, sus nə demək istəyirəm. Rafiq Quliyev, Kinostudiyanın o vaxtki operatoru indi, yəni məşhur kino rejissor operatordur, mənə bir dənə şillə vurdu həmin vaxtı. Özümə gəldim. 13 yaşında uşaq, mən ağlamaq tutmuşdu orada, qala bilmirdim. Yəni 13 yaşında uşaq yerə Leninin şəklini atmışdı və Qarbaçovun şəklini atmışdı. Onu vururdu belə, döyürdü ayağı ilə, əli ilə, onun gözlərini çıxardı ki, mən olmaq istəmirəm, mən pioner olmaq istəmirəm. Mən bu ölkənin, nə bilim, bu ölkəyə qulluq eləmək istəmirəm. Belə bir vətənpərvərlik var idi həmin vaxtı. Yəni 20 yanvar faciəsi, bayaqları kimsə dedi ki, əl çalmaq olmaz, yastı, xeyr. 20 yanvar faciəsi, Xocalı faciəsindən fərqli olaraq Azərbaycan xalqının zəfər bayramıdır, zəfər günüdür. O şəhidlərin, hamımız o şəhidlərin yerində hamımız ola bilərdi. 20 yanvar faciəsi bizim millət kimi özümüzü tanımaq deməkdir. Və bir məsələni də mən qısa deyirəm. Həmin zaman bayaqları cənab səfir dedi onu, biz palatkalar qururduq, yəni çadırlar qururduq, meydanda qalırdıq, gecə-gündüz çəkilişlər aparırdıq. Həmin vaxtı bizə ruh verən, bilirsiniz nə idi? Çıxırdılar meydana, deyirlər ki, canım orada o vaxtı Hatəmi var idi, Məhəmməd Hatəmi, bilməm, yazıladı, Xələrizə Ulu Türk, Məhəmməd Hatəmi çıxırdılar ki, Güney Azərbaycandan 30 milyon Azərbaycanlı bizi gözləyir. Ya bizə ruh verən məsələlərdən biri o idi. Yəni bu günləri bayaqları Güney Azərbaycandan danışdılar. Güney Azərbaycan o vaxtı yadınızdadır, məftullər qırıldı.
Elə həmin 20 yanvardan biraz qabaq idi məncə. 89-cu ildə. 89-cu ildə idi. Məftullər qırıldı və indi yumşalmalar gedir. Yəni şükür Allaha ki, İranda indi Azərbaycan xalqı özünü tanıdı. Mənim xalalarımı tapdıq, dayılarımı tapdıq orada. Yəni 20 yanvar faciəsini biz heç zaman unutmamalıyıq və yenə də sizə təşəkkür edirəm ki, və bu gün mən ümidvaram ki, reqlamentə uyğun bu günü təşkil edir. Sağ olun.